Siz əgər xalq düşmənini mühakimə eləyirsinizsə, dövlət çevrilişi aparacaq adamı mühakimə edirsinizsə, əksini eləməli deyilsinizmi? Niyə Əli Kərimlinin məhkəmələri canlı getmir? Qoşun kameraları, hətta bizim jurnalistləri, müstəqil jurnalistləri, cəbhəçiləri də buraxmayın ora. Öz o yalla bəslədiyiniz kanalları çıxardın, Əli Kərimlini mühakimə eləyin orada. Prokuror nə deyir, hakim nə deyir, Əli Kərim nə deyir, göstərin də cəmaata. Niyə göstərə bilmirsiniz? Çünki oğrusuz, çünki quldursuz, çünki bu məhkəmə prosesi özü sizi ifşa edir. Oğru kimi xəlvətdə görmək istəyirsiniz, gizlində görmək istəyirsiniz bu işləri. Amma alınmayacaq. Alınmayacaq bu. Və əmin olun, indidən də sizə arxain eləyirik. Biz sizlə simmetrik qaydada bu mövzuda davranmayacaq. Sizin mühakiməniz geniş ekranlar önündə aparılacaq. Bax, bu repressiyaları bugün Azərbaycanda düzən, qoşan, onların altına imza atan, işverənlik edən, istintaq aparan, prokurorluq eləyən, hakimlik eləyən adamlar demokratik Azərbaycanda, azad Azərbaycanda şəffaf şəraitdə mühakimə olunacaqlar. Azadlıq meydanında belə böyük ekranlar qoyulacaq. Bütün dünya jurnalistləri, ölkə jurnalistləri dəvət olunacaq və o kameraların qarşısında insanlar sizin özünüzə tüpürə-tüpürə sizi mühakimə eləyəcək. Şəffaf, canlı yayımla, saatlarla. Yoxsa belə mühakimə olmur. Sən adamı şərlə, həbsxanaya at və onun məhkəməsinə dəstək üçün gələnlərin də qarşısın polislə, prokuratura ilə, nə bilim, daxili qoşundan al. Həqiqətin önün, fikrin önün, dəynəklə olmaq olmur. Siz ora gedən insanların, məhkəmənin qarşısına gedən insanların fiziki olaraq qarşısını kəsə bilərsiniz. Amma o insanların ideyası qarşısında siz acizsiniz, tərk-silahsınız. Həqiqətin, düzgün fikrin qarşısında sizin nə polisiniz, nə polisinizin itləri, nə trollar, nə dəmir yumruğunuz davam gətirə bilmir.